Uğurlu estetik əməliyyatlar insanın həyatını uğurlu edə bilərmi? Bu məsələyə bir neçə aspektdən baxmaq lazımdır. Uğurlu estetik əməliyyatlar, uğurlu nəticələr insanın gələcək karyerasında uğurlu olmağında yalnız bir fraqmentdir. İnsanın uğurlu olmağı onun tək estetik baxımdan gözəl və uğurlu görünməyi demək deyildir. İnsanın daxili aləmi, ruhu, düşüncəsi, savadı, ətraf mühiti dərk etməyi, ona keçirilən təlimləri, keçdiyi tədrisləri nə dərəcədə səlis mənimsəməyi, mənimsədiyi məsələləri, ona lazım olan obyektlərin üzərində tətbiq etməyi hər bir insanın individual genetik xüsusiyyətlərinə bağlıdır. Estetik əməliyyatlar insanın uğur qazanmağında uğurlu estetik nəticələrdən söhbət gedir. Uğurlu estetik əməliyyatlar, uğurlu nəticələr insanın gələcək karyerasında uğurlu olmağında yalnız bir fraqmentdir. Ümumiyyətlə, təlqin məsələsi bilirsiniz, çox müxtəlif psixoloji, psixiatrik diaqnozları olan insanların sağalmasında psixiatr həkimlər özünü təlqini çox üst səviyyədə tutmuş olur və insanlara əsasən bunu aşılamaq olur. Estetik əməliyyatlar zamanı özünə təlqin etmiş bir problemi, xoşa gəlməyən bir görüntünü, özünə çox böyük bir uğursuzluq kimi qiymətləndirən insanlar uğurlu nəticədən sonra o mənfi özünə təlqin məsələsini beynindən sildiyi üçün, artıq özünü uğurlu bir görkəmdə gördüyü üçün bu özünə təlqin pozitiv şəkildə olacaqdır və o arzuladığı işlərdə daha uğurlu olma şansı əldə edəcəkdir. Bu mütləq şəkildə bu özünə təlqin məsələsi və uğurlu estetik əməliyyatların nəticəsi insan üçün vacib məsələlərdən biridir.